Salam aleyküm qrup əhli. Salam aleyküm dostlar. Yəni bu günləri ayın 9-u, yanvar ayının 9-u 2026-cı il. Mallarımız hamısı doğuş vaxtındadır, doğuş ərəfəsindədir. Yəni doğuma gedirlər. Hamısı gözəl mallardır, hamısı sağlam. Yəni problemsiz. Bax bu 4 dənə heyvan boğazdır. Bunlar doğmağına az qalmış heyvanlardır. Bu ay hamısı dövrdə doğru inşallah. Baxın elə bilinir, bax bunun qarnından da bilinir. Bu heyvanın hamısı yəni tənlərdir. Bax bu heyvan bugün 3 gündür doğub. Bu dəqiqə hal-hazırda südü hələ bulamadı. Yəni qəşəng iri balası var. Özü də iri heyvandır. Düyə maldır. Balası da erkək simental ağ kibritli balası da. Qara baladır amma ağ kibritli. Bu heyvan düyədir. Birinci qarnına doğub. Bu heyvan hələ suda düşməyib. İndi də suda düşür. Bu balasızdır. Bu heyvan balalıdır. Üçüncü qarnına doğub. Erkək balayla. Bu dəqiqə 18-20 südü var. Dekabrın 31 doğub. Dekabrın 31-i hələ süddən bulamadan 3 gündür çıxır. Yəni buradakı verir bu dəqiqə 18, 17, 19, 20. Bu heyvanlar verir 16 litr, 15 litr, həm də 6-7 aylıq boğazlılar. Bax bu heyvan, bir də bu qırmızı heyvan hal-hazırda 16-17-ni gəlib sağa bilərsiniz. Bugün səhər 2-8 litr süd verib. Bu da. Amma boğazlara boğaz yoxatmışam. Sonra keçdikcə satılmır, satışda deyil. Sonra bu heyvan doğmağına bu ay doğuşudur bunun. Baxa bilərsiniz. Buyurun. Bu heyvan da birinci qarın düyədir, bu düyə. Bunda doğma bu ay doğacaq. Yəni bu da bu ay doğacaq, bu da bu ay doğacaq. İnşallah bu gün sabahlıq doğacaq. Ya bugün ya sabah bunun vaxtıdır. Yəni yerində doldurub. Bunu da ayın 3-ü vaxtından biraz keçib. Demək olar vaxtından hardasa 6 gün keçib bu qırmızının. Bu qırmızı maşallah iri maldır. Bu qırmızının vaxtı ilə bugün sabahdır. Yerində doldurub. Yəni çok iri maldır. İnşallah ya bugün ya sabah burada doğuş vaxtıdır. Doğmalıdır. Sonra bu heyvandır. Bu heyvan fevralın 3-ü bunun vaxtıdır. 25-27 südü olub. Belə sonra 4-cü qarına doğacaq. Bu heyvan 2-ci qarına doğacaq. Düyə maldır. Ayın axırında inşallah bu da doğacaq. Bu da yəni bir 24-25 süd verən heyvandır. Bunlar ise düyədir. Bu birinci qarın düyədir. Doğmağına ayın axırı inşallah. Bu da ayın axırında doğası düyədir. Bu heyvan da ayın axırında doğası düyədir. İnşallah %100 bu ay doğuşları olacaq Allah'ın köməkliyi ilə. Çünki buğanın buraxıldığı vaxtla elə düşür hesablanır. Bu belə. Bu da bizim məstandır. Pişiklərin, heyvanların dostudur. Sonra getdik. Hal-hazırda bizim 10 günə doğası heyvanımız bir bu heyvandır. Maşallah iri heyvandır. Yaxşı da yerində doldurur. Allah'ın köməkliyi ilə süd də olacaq. Yəni bir 30 litr rahat bir süd olan heyvandır. 25'den yuxarıdır. 25-30. Bu düyədir. Fevralın 9'u bunun dəqiq bilirəm vaxtıdır. Mayın 9'u kəlin alt bu heyvan. Geçen de heyvandır. 500 kilo düyədir. Sonra bu heyvandır. Bu düyə ola bilər bu fevralın ortalarına çəkər. Amma çox qəşəng heyvandır. Bu da bir 500 kilo, 530 kilo belə bir heyvandır. Simentaldır. Varaniş simentaldır. Yəni yaxşı mallardır, sağlam mallardır. Bir problemlər də yoxdur şükür Allaha. Bütün dava dərman vaksinasiyasını 9 vaksin olan birlikte olan Jovakos olmalıdır onun adı mən deyərəm. Onu vurmuşam hamısını bir 4 gündə bax. 2 dəfə dabaq vurmuşam. Noyabrın 9'u, dekabrın 11'i 2 dəfə dabaq dərmanı vurulub. SAT1 xəstəliyi olan, SAT1'ə olan yəni vaksini vurmuşam. Belə. Yəni vitaminlərdəki elə hər 15 gündən bir AD3Y vitaminləri vurulur. Heyvanlar çox sağlamdır, problemsizdir. Alan mən elə bilirəm ki, xeyir tapar inşallah.